mən Əfdən bugün sizlə birlikdə günlük vlog çəkirəm. Dedim ki, niyə bugün evdəydim və sizə niyə vlog çəkməyim? Çünki məşğələlərim avqustun 1-dən başlayacaq. Mən də dedim ki, avqustun 1-nə qədər nə qədər günlük vlog çəksəm, o qədər yaxşı. Çünki sonradan ancaq dərs vlogları, mənimlə məşğələyə hazırlaş, məşğələdən gəldikdən sonra dərs günlük rutini falan filan o qədər dərs vlogu gələcək ki, ucu siz də bezəsiz. Ona görə dedim ki, evdəydim, niyə yəni ev vlogu çəkməyim mən? İndi mən 2-3 dənə TikTok haqqında çəkməliyəm. Ona görə saçım falan düzləşdirmişəm. İndi sizə göstərməm hansı TikTok haqqında çəkəcəm. Yəni, artıq yəni, mən belə dedim ki, yetər kanka yəni. Birinci belə taxımı kipriyi almışam. Bunu dün atamamışdı. Açılışını göstərmişsə qoyum yenə izləyin onu. Deməli, anamla atama dediyim o kipriyi, yəni bayaq göstərdiyim kipriyi mən açdım. TikTok'a şey çəkirdim, belə anlıq kimi şey çəkirdim. O qədər qəşəngdir ki, yəni bunun bu yapışqanlığı falan, yəni həqiqətən çox qəşəngdir. Tam o Temu-da olanlardan, yəni. İçindən belə makyaj çıxır, yəni kipriklə taxmasın. Bunu da balaca indi short çəkəcəm. Yəni harası gedəndə bəzənəndə, yəni. Belə balaca makyaj çıxır. Çox qəşəngdir, yəni həqiqətən belə. Bir də bunun belə kleyi var, inşallah bunu çıxardıb sizə göstərəcəm. İnşallah dırnaqlarımı çıxartmadan. Baxın, bu da belə iki tərəfli, bir tərəfi sabitdir, bir tərəfi yapışqandır. Yəni çox qəşəng. Normalda məndə yapışqan var, kiprik yapışqanı. Baxın belə bu markanın. Kipriklərim də normalda mənim var idi, amma belə kipriklərim vardı. Baxın bu belə, yəni bu isqam belə yəni. Amma mənim ancaq kəşf etmə qabağıma belə xırdalar çıxırdı. Məsələn, böyükdən başlayır, balacaya belə gedir, yəni daha da böyüyə gedir. Yəni məncə bu daha yaxşıdır. Bu da ona görə bunu yaxşı ki almışam. Heç istifadə etməmişəm, amma böyük ehtimal çox yaxşıdır. Mən elə bunu görünüşünə bəyəndim. Bu da şeydir. Bundan evdə 2 dənə var bizdə. Belə bir də buralarda olmalıdır. Bir də burada. Bunu atam gətirmişdi. Belə. Bundan 2 dənədir. Heç yəni çox bəyəndim. Bu makyajın başlığı da var ki, məsələn tutam əlimə falan dəyməsin deyə, yəni. Belə indi anlıq çəkirdim. Ona görə buranı belə düzmüşəm, belə hazırlamışam. Yəni bəyəndim görünüşünü falan. Hə, ümid edirəm siz onu izlədiniz. İndi deməli belə taxma kipriyi aldılasam, burada dırnaq taxmışam belə. Çox işin oldu. Hə, bunları yoxlayacağıq birazdan. Əlavə bu akım var. Dana, Flora, Victory. Nəysə, indi o akımı eləyəcəm. İnşallah yəni. Axşam KFC-yə getmək istəyirik. Bilmirəm, inşallah KFC-də gedə bilərik. Yəni belə məşğələ alış-veriş eləməliyəm. Avqustun 1-nə yaxın yəni eləməliyəm. Evdəydim, dedim bugün də çəkim, boş-boşuna getməsin. Bu kiprikləri bir yerdə yoxlayarıq. Nə bilim, bunu akımı çəkərik, makyajını eləyərik, hazırlaşarıq falan pistan. Çox işimiz var yəni, həqiqətən çox işimiz var. Bu arada çərçivənin içindəki şəkli dəyişdirmişəm. İndi gözüm olsa da sizə onu göstərəcəm. İndi sizə bunu göstərim. Baxın, çərçivənin içindəki şəkli dəyişdirmişəm. Belə Pinterest şəkillərim. Çox şey oldu. Yəni belə, indi kombin seçməliyəm. Kombin seçəcəm. Dana Vins akımına görə. Heç də belə, üzümə makyaj yoxdur bu arada. Səhər durandan incəyim, elə də sizin videonu başlatmışam. Heç də. İndi başlayaq. Arxada yəni səslər takmayın, çünki Xəcə və Yusuf evdədir. Bilmiyorum. Böyle. Anam pərdələri yubdu. Ağ rəngdə olan pərdələrimiz, yəni ağ atlasları. Tül qalıbdı və evin içi çöllədir. Yəni, inanın burada heç bir şey eləyə bilmirəm. Bütün ev çöllədir, yəni. Bilmirəm, belə bilsiniz də, qəşəng görürsən, xoşuma gəlir. Belə pərdələr açıq olanda boydan belə görsənlər. Sadəcə günəş gəlir, evin içində işıq pis görsənir. Onca xoşum gəlmir. Heç də belə, indi çay süzmüşəm, çayın soymasını bir tərəfdən gözləyirəm. Çayım buradadır. Neyse, mən indi gedim akıma bir yeri kombin eləyək. Akım üçün bir yeri kombin eləyək. Kombinimizi elədikdən sonra da mən o akım üçün makyaj eləyəcəm. Belə qəşəng göz makyajı eləyəcəm. Normalda manifest üyelərinin hansı birinin makyajını izlədim. Sonradan dedim ki, yox, eləməyim, ona görə eləmirəm. Heç indi gedək, kombin seçək. Deməli, mənim belə bir tül kimi şal deyirlər də, bundan var. Məsələn, bunu belə bağlayıb, bunu qoyaq bir tərəfə, bunu istifadə edirik. Bura dağınıqdır, bura baxmayın, bura çox dağınıqdır. Həqiqdən çox dağınıqdır bu arada, yəni bu hissəni görmüyorum. Buranı görürüm, buraları görməyin, çox dağınıqdır. Neyse, indi bilmirəm, mən kombin eləməliyəm. Öz çox danışıram, bilmirəm niyə. Vloglarda çox danışmağa başlamışam. Bu da ayrı bir tema yəni. Tripodu almalıyam, o ayrı bir tema. O kadar işim var ki, məşğəlaş yaşına getməliyəm. Bu vahşi bir ayrı tema. Makyaj lazımatlar almalıyam, bu ayrı bir tema. Yəni o kadar işim var ki, bilmirəm yəni. Şaşırdım ne yapacağımı. 40 dərəcə isti Azərbaycan xalqı.
Mamamın xrustalları. Heç nə. İndi Samit'im kombin edəcəm. Anamın qardırobundan bir dənə don tapdım. Yəni mənə böyük olacaq onsuz da bunu olayan duyan yox. Amma anam dedi ki, üstündə düzəliş eləyərəm. Belə bir dondu. Yəni çox qəşəngdir. Yəni tam yaz vibe verir. Bunun üstlərində biraz düzəlişlər eləsəm, yoxlasam, yəni pis olmaz. İndi mən bunu bir dənə yoxlayacağam. Pis qalsa geyinməyəcəm. Qəşəng qalsa heç nə. Akımı çəkəcəm. Mən geyindim. Pis durmadan anam biraz ətəyin yığdı, yəni bu arxadan yığdı. İndi sizə onu göstərəcəm. Bədənimdə yəni üstümə necə durduğunu göstərəcəm. Bu iç göstərdiyini fərqinə vardım. Amma bu içindəki onun atlasıdır. Yəni onu necə göstərim yəni. İndi güzgüdə göstərəcəm. Bunu heç dəyişmədim. Qaldım bundan yəni. İndi saçıma saçıma deyirəm saçım. Hədə yəni saçıma bunlar vuracağam. Çünki makyaj edəcəm indi sizlə bir yerdə. Çünki niyə olmasın? Bu arada bilmirəm, köynək dəyişim. Köynək deyirəm, don dəyişim. Qaldı elə əynimdə. Ay pis deyil amma nə bilim. Tamam, indi makyajımızı eləyək. Siz mənim makyajımı izləyin. Əminci concealer vuracağam. Burada mən bronzer istifadə edə bilmirəm. İstifadə etməyi sevmirəm bu arada. Bronzer məncə əsmərləri daha çox yaraşdırmışam və mənim də maşallah qıdığım bir tərəfdən, yanaqlarımın bir şey. Mən zaten onsuz yetsəm də, kökəlsəm də yalnızca yanaqlarıma biraz verirəm. Qalan hamısı da saçıma gedir. Yəni kökəlmirəm. Ona görə bronzer məncə üz hatları bəlirgin olan əsmərlərə çox qəşəng yaraşır. Yəni bronzer özümə ona görə istifadə eləmirəm. Burada highlighterımın qapağı qırıldı. Yəni onu da deyim bura belə. Dodağıma karanlaş keçdim. Üzərinə blush sürdüm. Pomadan sürdüm və bu gloss keçəcəm indi. Bu da Faberlic'dən almışdım. Yadımdan çıxıb istifadə eləmirəm. Nəysə indi bunu istifadə edəcəm yəni. Normalde dedim bunu yoxlayayım, amma bunu indi yoxlamaq istəmirəm. Ona görə bunu saxlayıram. Normal sadə kipriklərimi indi qəşəng qıvıracağam. Karanlaş falan keçəcəm. Və makyajım belə bitdi. İndi isə sizə elədiyim o akımı göstərəcəm. Yəni makyajım bəyənim əslində. Kombinim bilmirəm, yəni içmə sinmədi, amma yəni getdi qəşəng. Flawless victory. Burada sizə ləvazimatları göstərirəm. Qabartma tozu, vanil, sonra yumurta, şəkər tozu, qarışdırmaq üçün mix, adını unuttum şu an. Kofe də qoymuşam, amma kofenin dekor olsun deyə, çünki şəkil çəkəcəkdim TikTok üçün ona görə. Sonra hamısını bir qabda töküb qarışdırıram, yəni 400 stəkan un. Nə bilim, resepti qırağa yazacağam bura, eğer istəyən olsa deyə. Sonra hamısını bir-bir qarışdırırıq. Əvvəldən isidilmiş peçə qoyuruq və piroqumuz hazırdır yəni. Burada da siz izləyin necə hazırladığımı. Canlarımdan indi makyajımı falan çıxartdım. Əynimi falan dəyişdim. Normal paltarlarımı keçiş elədim. İndi saçımın bu muzları açmaq istəyirəm. Çünki narahat edir məni artıq. Yəni indi gedirəm bunu açmağa. Bunu açandan sonra bu arada axşam KFC-yə getməliyik. Orada hazırlaşacağam. Bir də bir içəri var, onu çəkməliyəm. İndi bunu mən sizə açmağa göstərdim. Çünki bunu mən düzəldəndə mən yorumlara şey yazmışlar. Bunun açılış bəs necədir falan. Deməli bunun altında belə bir rezin var deyə biz bunu düzəltmişdik. Bu rezini əmrinci qayçı ilə kəsəcəyik. Rezini bax göz-bəy kəsdikdən sonra bu sap belə boş qalır yəni. Sapı dartdıqdan sonra mıncıqların hamısını bir-bir belə yerlikcə yəni. Belə dartdıqca mıncıqların hamısı çıxacaq onsuz da.
Akımı çəkdim, YouTube'a yüklədim mən. Çünki xoşuma gəldi, bayağı qəşəng getişi oldu falan yəni. Pirogu da yedim, bişirdim və yedim. Anam biraz bundan kömək elədi. Yəni belə indi mən kombin edəcəm. Çünki biz axşam təbii KFC-yə gedəcəyik. Bacım, mən, qardaşım, anam falan yəni də gedəcəyik. Ona görə kombin eləməliyim. Sadəcə bilməm necə edim. Saçım da yəni düzdür, yaxşıdır əslində, yəni başqa heç yeməyəcəm. Üzümdə makyaj yoxdur. Sadəcə günəşin işığı tərdən vurduğu üçün çox qəşəng görsənir. Belə olanı çox sevmirəm. Neyse, indi kombin eləməliyəm. Kombin eləyib shorts olaraq atıp atmamaq arasında geçəldəyəm. Və keçən dəfə bacam makyaj etmişim videoda, çox bəyənmişsiniz. Bacamın videoda daha çox gəlməsini istəyirsə yorumlara yazarsınız. Hətta uzun bir video çəkib bacama makyaj eləyə də bilərəm. Belə yəni, indi kombin eləyəcəm. Kombin eləyəndən sonra da heç nə akım shortslar çəkəcəm. Belə. Bilməm, indi kipriyimi sadəcə qıvırdım. Çox qəşəng görürsən, bilməm. Neden böyle oldu şimdi kanka? Heç. Avqusta yaxın gedib hər şeyi də almalıyam. Məktəb ləvazimatları falan almalıyam, məşğələyə lazım olan qədərini. Neyse, indi biz kombin eləyəcəyik buramıza. Əslində mən bu ətəyimi geymək istəyirəm. Onsuz da bunu çox geyməmişəm, yəni bu ətəyimi geymək istəyirəm, bilmirəm. Bu qalsın, bunu geyməyi, yox, bilmirəm. Baxacam, geyinsəm əgər buradakı ağ köynəyini giyinəcəm. Bu sadə ağ köynəyimlə giyinəcəm belə. Bunu giyinəcəm. Bilmirəm, indi ya bunu giyinəcəm bu ətəklə və yaxud da baxacam görüm başqa nə tapıram geyməyə. Məncə bunlar yaxşıdır, yəni qəşəng xoşum gəlir. Belə. Deməli canlar, mən anlıq bir kombin elədim. Bayaq normalda başqa bir kombin eləyəcəkdim, onu dəyişdirdim. Üstümə belə Tominin belə bir köynəyi geyindim. Altıma da belə qara rəngdə şalvar geyindim. Ondan sonra KFC-yə gedir deyəni çox da belə abartı kombin eləmək istəmədim. Saçım da belə boş yığdım, amma böyük ihtimal açacağam. Yəni belə telefon kabromu da dəyişdim. Belə yəni kombinimiz belə oldu. Əslində pis deyil qətiyyən. Santa da taxsam qara rəngdə, yəni idealdır. Belə oldu. Bilmirəm indi. Çünki keçən də KFC-yə gedəndə o köynəyi geymişdim. Ondan əvvəl də gedəndə həm ailə bir yerə geymişdim. Dedim ki, 2 dəfə KFC-yə mən bunları geyinsəm, deyəcəklər ki, KFC işçilər Rümət tanıyacaq köynəyini deyəcək. Xanım yenə həmin 5 manatlıq menyudan. Ona görə dedim ki, bu səfər belə geyinək. Yəni pis deyil. İndi isə gedək, makyajımızı eləyək. Aksesuar bunları taxdım bu arada. İndi günəş kremimi vurduqdan sonra üzümə belə bir nəmləndirici vuracam. Əslində axşam tərəfi qaydacaq, böyük ihtimal günəş olmayacaq, sadəcə indi hava istidir, nədən də olmaya, ona görə şey deyirəm. Burada dırnaqlarım da çıxmır, qalır, bu da çox yaxşı bir şeydir. Köynək bu arada bilmirəm, atamın köynəyidir, bu arada mənim deyil, yəni. Bəyənirəm, xoşum gəlir, yəni atamın köynəkləri, atamın köynəklərini geyinirəm bu arada. Oversize olur, çünki çox qəşəng olur, yəni atamın köynəklərini çox bəyənirəm. Sizə də önərirəm, gelin atanızın köynəklərindən baxın, nəyi bəyəndiniz, geyinin, götürün. Polo köynəklər çox qəşəng olur. Yəni atamın köynəkləri, pololar belə bizim böyük razmə olduğu üçün çox qəşəng olur. Saçın burasına şey vurdum. Neyse belə. İndi bunda qəşəng şey yayaq. Dırnaqlarım da çıxmır, çox xoşbəxtəm. Taxma kipriyi də taxmamışam. Haçan taxacam deyim sizə. 29-u babamın ad günüdür. Babamın ad gününə gedəndə vlog çəkəndə onda taxaram. Ayın 1-də məşğələmdir. Sizə məşğələmin 2 günü vlog çəkeyim. Amma ayın 1-i mənim rəsmi məşğələm başlayır. 15-i isə digər məşğələlərim başlayır. Ona görə bilmirəm. Bir də ki, əgər izləyən 11-ci sinif olub qutaranlar varsa əgər, mənim riyaziyyat məşğələm ayın 1-i başlayır. Amma mən 15-dən getmək istəyirəm. Çünki ana dilim ingilis dilim 15-dən başlayır avqustun. Dedim ki, elə onlarla bir yerdə başlasın, daha yaxşı olar. Sadəcə dostum Leyloş deyir ki, bəs 15-dən 1-dən gəlsən, toplumun yarısını demək olar qutaracaqsan yəni. Bilmirəm, indi Leloşa lazım, yoxsa öz bildiyim yolla gedim. Leloş bu arada həmişə düz deyir, hər şey düz dediyi üçün Leloşa lazmaq istəyirəm. Prosta tənbəllik içgüdülərim ayın 15-dən getdir. Bilmirəm, yəni. Rəsmi olsa istəməsəm də ayın 15-dən, ayın 1-dən başlayacaq. Yəni belə. Bunda bura. Həcə də yanında bu arada azlaşır. Bir tane bunlar. Həcəyə makyaj edeyim, böyle hissiyən çox bəyənmişsiniz. Həcə kameraya xədişçir. Kəsməyəcəm bu arada bunları. Evet, yine pudralama işlemi aparıyor. Burada bu kombin Sumgayit diye de kışkırır. Yani Sumgayit'te kimi görsen pola giyinir. Bir de Gucci çanta var ya buradan.
Ondan yoxdur məndə amma. Hə, neyse ondan taxırlar. Full Sumqayıt kombini yəni kanka yəni. Sumqayıta get gəl. Neyse indi biz bunu vurduq. İndi isə ənlik vuracağıq. Ənlik. Evet. Ne anlamam lazım bakışından. Neyse. Highlighter, burada highlighterım kapağı kırılıbdı. Highlighter burnuma vurdum. Bir de qaldı yanaqlarıma vurmağım. Yanağımda da falan vurdum və bitəcək highlighterım olan işimdə. Və mən hazıram belə makyajımla belə oldu. İndi evdən çıxdıq. Və çıxdıq. İndi gidiyoruz. Hava geçəydi. Ne ılıq, ne isti, ne sərin. Her şeyden qabaq internetimiz tutdu. Siparişi inip böyləyik burada gözləyirik. Kağızımızı versinlər. Gözləyirik indi. Aparatlar xarab olub orada. Ona görə yazılmır. Biz bilmirik indi. Hazır olanda yəqin özləri çağıracaq. Hə, sarı sosu. İndi gözləyirik hazırlansın deyə. Buradan çıxıb göyərtə gedəcək o arada. Yine biz. Senin ben biraz güzel şey gelsen. Hadi ben sen de senin Sana deyim gel abi. Hadi gömür. Şimdi şey soslar. Çöreğin dəyişiblər bu arada kepsinin. Normalde belə oğlan çöreği olurdu. Bu sefer dəyişiblər. Şimdi biz çıxıb gedirik göyərtisinə. Oraya gidersen bir daha. Hadi iş. Vloguma. Hi. İndi necə göyərtisinə gəlmişik. Işıqlar çox pis, yəni necə çəkmək istəmirəm. İndi qayalı markete gedirik biz Yuska ilə. Kim atar onu? 2 dənə belə Pepsi götürdük. Yuska da özünə bundan götürdü hepsini. İndi gedirik mamam giyin yanına. Eve gedirik. İndi çatdım. Yəni çatdıq daha doğrusu evə gedirəm. Əynimi falan dəyişəcəm. Biz evdəyik, mən əynimi falan dəyişəcəm. Makyajımı bir yerə çıxardarıq. Sonra da vlogu böyük ihtimal bitirəcəm və sabah mən bu vlogu editləyib bitirməliyəm. İnşallah, yəni ümid edək. Belə saçım da şişib bu arada. Niyə belə oldu ki? Tipi kaymış saçımın ya. Belə, böyle. İndi zamanlar makyajımı çıxardacağım. Ona görə belə tokalarımı taktım. Makyaj temizleme suyunun olsun budur. Birsiz garniyerli olsun. Bitmək bilməyən garniyerim. Arkada anam dəsmal falan asıp boşver, onları takmayın siz. Heç də mən indi biz garniyerimizdən, makyaj temizleme suyumuzdan makyajımızı çıxardacağıq. Dırnaqlarım bu arada çıxmaq bilmir. Yaxşı da əslində çıxmamağı, yəni sevinirəm belə olanda. Çünki öz dırnaqlarımı kəsmişəm hamısını, altdan görsənmir, baxın. Hamısını kəsdiyim üçün, yəni dırnaqsız qaldıq, heç nə olmaz. Neyse, indi makyajımı çıxardıram. İnşallah vlogu bəyənərsiniz. Çalışdığım qədər uzun eləməyə çalışdım. İnşallah. Şimdi əlimi üzümü sakitqa ilə siləcəm. Bu arada sakitqa bir silməyimin nədəni odur ki, dəsmal günləri istifadə üçün. Məsələn, çöldən gəldikdən sonra əlini falan silirsən yenə. Ona hamının əli dəyir və ona görə dedim ki, yəni, o üzdə sivilcə çıxartmağa daha çox şeydir. Meyillidir. Ona görə ən çox sakitqa silirəm mən. Belə. Və canlar, mən vlogu burada bitirmək istəyirəm. Yəni sizinlə sağlaşacağam. Çünki yəni artıq çəkə bildiyim qədər çəkdim və hava da artıq qaralıb. Yəni buradan sonra sizə heç bir şey yəni çəkə bilməyəcəm. Yerimə girib sadəcə bu videonu editləməyim qalır. İnşallah uzun bir video olar deyə üstünlük verəcəm. İnşallah uzun olar. Olmasa da çalışdığım qədər dediyim kimi kəsməməyə çalışacağam. Çünki kəsəndə vlog çox qısalır və vlogun qısalmasını istəmirəm mən. Artıq uzun vloglar çəkmək istəyirəm. Keçən dəfə 24 dəqiqəlik bir video atmışam.
Və full o qədər yorumlar şey ki, o hafifdən 24 dəqiqə video atıbdı, şok falan yəni. Mən də şok olmuşdum, narahat olmuşdum. Editini etdikdən sonra şey demişdim, oha 24 dəqiqə video atdım. Əslində əvvəllər atırdım uzun videolar, sadəcə sonradan bilmirəm, meylim azaldı və ancaq 16-17 dəqiqəlik videolar atıram. Çünki çox hissəni kəsirəm, danışdığım hissələri kəsirəm. Deyirəm ki, sizə maraqlı olmaz, sarmaz, xoşunuza gəlməz falan deyə, ona görə yəni. Bunu sizə shorts olaraq yoxlayım. Əgər shorts olaraq yoxlamağımı istəyirsinizsə yorumlara yazarsınız. Əgər yox, uzun videoda yoxlamağımı istəyirsinizsə onu da yazarsınız. Baxarıq, ən çox hansı istək gəlsə onu eləyərik. Bəyəndinizsə yorum yazmağı, abunə olmağı, istək videolarınızı yorumlara yazmağı unutmayın. Yəni bugünlük bu qədər. Xəzi sağollaşmaq istəyirsən, unutmaq gəl. Səni çox sevirlər, ona görə. İşte gəlsin. Evet, yəni bu qədər idi videomuz. Xəzinə inşallah video gəl. Xəzinə video gəlməsini istəyirsə onu da yorumlara yazın. Hər bir çox öpürəm. Başqa video və vloglarımız görüşməzə. Öpdüm. Bay bay.